indiki dövrün ən populyar stereotipləri hansılardır sizcə? Mən deyərdim ki, müəyyən dəyərlər və yaxud da müəyyən fikirlər var, yanaşmalar var. Məsəl üçün demokratiya. Demokratik bir idarə olunma stili, üsulu. Məsəl üçün bu hal-hazırda müasir yanaşmanın tələbi kimi görünür və bir insan əgər çıxıb demokratiyanı sorğuluyursa, deyirsə ki, məncə demokratiya o qədər də ideal bir yanaşma deyil. Bəlkə də avtokratiya daha yaxşıdır, bəlkə də monarxiya yaxşıdır. Misal üçün verirəm. Bu artıq bir stereotipdir. Dərhal insanlar fikirləşir ki, bu yəqin ki, çox konservativdir, gerici düşüncəli insandır. Halbuki kifayət qədər mütaliəsi olan, savadı olan insanlar var ki, onlar demokratiyanı sorğuluyublar. Demokratiyaya o qədər də bir vazkeçilməz bir dəyər kimi baxmayıblar. Və yaxud da ki, günümüzdə feminist yanaşmalar var. İndi artıq düzdür, buna qarşı bir maskulin oyanış da təzədən baş qaldırır. Yenidən kişilər artıq belə deyim də, kişilərin ön planda olduğu, daha çox maskulin təbiətinin tələbini yaşadığı bir dünya görüşünə bir geri dönüş var artıq. Bu da yenə, misal üçün bir müddət əvvəl stereotip idi. Bir müddət əvvəl kimsə maskulin bir yanaşma ortaya qoyanda dərhal insanlar düşünür ki, bu ya radikal dindardır, ya çox konservativ biridir, geri fikirli biridir. Amma hal-hazırda buna artıq qalstuklu professorlar da deyir deyə o qədər də ona həmin münasibəti qoya bilmirlər.